Kanalda rəssamlar və rəssamlığa maraqlı olanlar bu günləri icmada atdığınız mənə əl işlərinizə baxacağım. Həqiqətən çox zövq aldım. 15 nəfərin əl işinə baxmışam. Və bunu da deyim ki, uşaqlar, bəzi uşaqlar deyir ki, müəllimə, niyə mənim əl işimə baxmamısınız? Uşaqlar, dediyim kimi, mən hissə baxıram. Keçən dəfə 30 ya da 40 nəfərin əl işinə baxdım və 2-3 nəfər uşağın əl işi getdi arada. Necə deyim, mən sürətli editləməyə çalışanda, videonu çatdırmaya çalışanda, hər gün video atdığıma görə o biraz xoş olmayan bir hadisə baş verdi. Ona görə də onun olmaması üçün də, həm də videonu stabil saxlamaq üçün də 15 nəfərin əl işini bugün baxacaq, görəcəyik. Mən baxmışam, SSD eləmişəm, hansını xoşlamışam. Gəlin bir yerdə baxaq. Onu da deyim ki, uşaqlar, keçən, yəni sizinləri paylaşdığımız videoya əgər baxmaq istəyirsinizsə baxa bilərsiniz. Biraz fərqli bir video olmasını istədim. Niyə də olmasın, rəsm kanalı belə şeylərin də olmağı çox normaldır. Biz həm öyrədirik, həm əylənirik, bir yerdə əylənirik, yeni şeylər öyrənirik. Yeniliklər yaxşı bir şeydir uşaqlar. Çünki insan daim özünü inkişaf elətdirməlidir. Deyəcəksiniz ki, hə, ya orada nə var idi falan deyənlər var idi hətta. Mən əhəmiyyət vermədim. Çünki nəyə ehtiyac var? Yəni, nə bilim, bəzi insanlar sanki onların fikrini biz önəmsəyirmiş kimi bu YouTube kanalından xaricdə olan insanları nəzərdə tutuyorum. Siz hər birinizin fikri mənim üçün çox önəmlidir. Çünki hər birimiz bir yerdə rəssamlığı başa düşən, həvəsi olan, dəyər verən insanlardır. O birlər dediyim kimi, heç özünə dəyər verməyi bilməyib, öz mənliyini tanımayıb, öz xarakterini bir yer oturmamış insanlar gibi. Ay bunun nə mənası var, ay nə bilim nəyin nə mənası var. Məna nədə, nə axtardığındadır. Sənin üçün mənası olan şey başqası üçün mənalı ola bilər. Yəni bu sənin öz düşüncə tərzindir. Yəni bunu başqasına yeritmək məcburiyyətində deyilsən və ya mən də deyiləm öz fikrimi başqasına yeritmək. Qulaq asmaq istəyən istəyər, kimsə özündə nəsə götürmək istəyən istəyər, kimsə öyrənmək istəyirsə istəyər. Yəni bu heç kimi məcbur etmək məcburiyyətində deyil. O videonu izlənsin, izlənməsin, like olsun, almasın. Əsas ortaya çıxartdığımız bir şey çıxartmaya çalışırıq ortaya. Müsbət və mənfi pis ola bilər. Pis olacağın mənasına gəlmir. Daim formada öz inkişaf elətdirməyə çalışıram və çalışmaya da davam edəcəm. Bu nitqim ola bilər, qabiliyyətim ola bilər, təhsilim ola bilər, hər şey ola bilər. Amma insan özündə nəsə axtarmalıdır və həmişə mən axtarmışam, axtarmaya da davam edəcəm və boş şeylərdə qulaq asmağa ehtiyac yoxdur. Nəysə, uzatmayayım. Salam müəllimə, bu rəsmləri sadə karandaşla işləmişəm. Yaş 14. İkisini çox bəyəndim, afərin. Əgər ştrixi öyrənmək istəyirsinizsə, uşaqlar əsasən də parçanı ştrixləmək çətindir. Və belə tək-tək işləyim. Çox da qəşəng işləmişəm, mənim xoşuma da gəldi. Əsas. Salam müəllimə, bu mənim yeni şəkillərimdir. İnşallah yaxşıdır müəllim. Yaşım 11, yəni 15 yaşım var. Adım isə Arzudur. Nə qəşəng. Üstünə yazmırsan, imza da görürəm orada. Qəşəngdir, maraqlıdır, portret işləmişsən. Quzum, 11 yaş üçün portret məncə yaxşıdır, amma tələsmə. Maraqlıdır. Dediyim kimi qəşəngdir, fərqlilikdir. Çalış gözləri işlə, burun işlə, hissələri işlə və onu birləşdirmək. Elə puzzle kimi birləşdirmək. Hissələri birləşdirmək daha asan olur. Afərin, belə davam edir. Qətiyyən bu danışmayın. Başqası deyər, yenə o sözümüz başqalarının sözüdür. Bəzən uşaqlar belə də fikirləşmək lazımdır. Hər mənfi rəy mənfi olmaya bilər. Məsələn, mənim rəyim sənə əlbəttə ki, mənfi ola bilməz. Çünki mən müəlliməyəm, mən sənə öyrətmək məqsədim, mən sənin qəlbini heç vaxt qıra bilmərəm, qırmaq da istəyə bilmərəm. Yəni mən sadəcə sənə deyə bilərəm ki, mənim qızım, bunu elə, onu elə. Onu götürüb götürməmək artıq qarşı tərəfdə qalmış olur. Yəni, söhbətin əvvəlinə axırına. Dediyim kimi, əgər biri sizə mənfi bir şey bildirirsə, aqressiv cavab verməkdən əvvəl birinci fikirləşmək lazım. Sonra, zaten qarşı tərəf ya mənfidir, ya mənfidir, ya da müsbət. Hər şey ola bilər. Yəni, əl işi, uzun sözün qısası. Salam müəllimə, təzə sulu boyayla başlamışam. Necədir? Aha, qarpız işləyib. Bax, qarpızdır, belə, ümumiyyətlə, sulu boya texnikasını bilirsiniz, uşaqlar. 3 mərhələli formada olur və ağ yerlər, necə deyim, ağ deməyək, kağızın ağlığını nəzərdə tutmuram. Daha açıq tonlar göstərməlisən, üst-üstə vurmamalısan. Amma ilk dəfəyə məncə qəşəngdir. Mən çalışacağım ki, akvarel texnikasının yanında bağlı videolar sizdən bölüşüm. Yəni, çox da maraqlı olar. Həm də qabiliyyət imtahanı hazırlaşırsınız, həm də özünüz üçün özünüzü inkişaf elətdirərsiniz. Niyə də olmasın. 17 yaşım var, necədir? Bax, ştrixləmə xoşuma gəldi. Bir şey deyirəm, harası gedirsənmi, yoxsa hobi olaraq mı çəkirsən? Çünki ştrixləmənin çox xoşuma gəldi. Afərin, qəşəngdir. Yəni, niyə də olmasın, qəşəngdir. Yəni, harası sənət verirsənmi, yoxsa elə belə özün üçün mü çəkirsən? Mən xoşuma gəldi, əsasən qalb forması falan. Sevcan işinə baxırıq. İşinə işarətdir. Burada yazan var, ona baxaq birinci. Salam müəllimə, necəsiz? Allah sizi bizə çox görməsin.
Baxın, belə uşaqlar da var. İndi o həmin insanlar var. Nə mənası var belə videoları? Bax, belə bir mənası var. Belə gözəl qəlb uşaqların qəlbinə toxunmaq var. Həvəs verib stimul vermək var, inkişaf elətdirmək var. Bax, sizə deyil o uşaqlar. Bu həmin sözü deyən bu əl hərəkət, o da yaxşı bir şey deyil uşaqlar. Müsbət şey götür. Olur da elə bir şey. 16 yaşı var qızımızın. Albət Einstein çəkməyəcək. Albət Einstein'i oxşatmaya çalışırsan. İlk dənə bir sualın var sana. İlk dəfədirmi işləyirsən, yoxsa necə? İlk dəfə işləyirsənsə hissələri böl, sonra birləşdir. Saçları çox qəşəng, maraqlıdır. Amma sən mən indi bu işlərini görürəm. Naturmortum çox xoşuma gəldi. Xarı bildəki o detallar da xoşuma gəldi. Başa düşürəm ki, sən artıq təzə başlamısan portretə. Salam müəllimə, necəsiz? Birinci rəsmim ev tapşırığı olaraq müəlliməsi verir. İkinci rəsmində kursda işləyib. Demək olar ki, özü çəkib. Müəllimə yəni müəllimənin alınmadığını deyir. Üçüncü rəsmdə isə 2 ay bundan əvvəl işlədiyini deyir. Müəllimə deyir ki, müəlliməsində hər hamısını bəyəndiyini deyir. Mənim fikrimi də soruşur. Mən naturmorta vuruldum. Çox qəşəngdir, alma olsun. Rəngli işini daha çox bəyəndim digərlərinə nisbətən. Əlbəttə ki, hamısı qəşəngdir, amma ən gözəl mən həm dəfə seçirəm və ən gözəl məncə o naturmort olan çox qəşəng, realistik işləmişəm. Almalara vuruldum da, yəni o müəllimin bir sözü var, yəni təbii, çox realistik və sanki deyir ki, yəni götür məni oradan yerə, yəni o dərəcə canlı göstərir. Afərin. Salam müəllimə, 17 yaşım var. Nəyi düzəltsəm daha çox oxşuyar. O Breaking Bad'ındır, kimdir o adam, aktyor. Hamı bunu çəkir, mən çəkməmişəm, hamı çəkib bunu. Bax, eynəyin ölçüsü, bax, fikir ver, digərinə görə daha. Uşaqlar, həmişə öz işinizə baxanda sanki başqasının işinə baxarmış kimi fikir verin. Elə daha səhvlərinizi daha asan görəsiniz və portret videosunu da baxa bilərsiniz. Orada da mən o detalları sizin bölüşmüşəm. Eynəkdir, məsələn, sifət ümumiyyətlə çox belə yığılmışsan, bunlar biraz genişlənir, başı ümumiyyətlə balaca qalıb, biraz daha yekədir orada, yekə deyəndə biraz həcmi. Bir də sadəcə ölçüləri dəyişdirsən, oxşarlıq, məncə belə oxşarlıqsa, sadəcə bu ölçü nisbətlərinə də fikir versən. Salamlar, yeni fotolar, Şəyinin əl işlərini görürəm, gül var burada, balta var, balta, bir də o dilək şeyi, nə qəşəng, bir sual verim, tək arzunuz olsaydı nə olardı? Gülmən, bax, Şahin işin yeni bir reallıq şey görürəm, rəngi işləyib. Güllə balta yan-yana, biri xoşbəxtlik, biri isə bədbəxtliyi gətirib. Bax, mən həmişə Şahinin əl işində müəyyən şeylər, necə deyirlər, nəsə axtarıram. Nəsə rəssam bizə orada bir şey fikir ötürməyə çalışır. Salam müəllimə, mən Məhmədli Məryəm, 13 yaşım var. Mən heykəl çəkməmişəm, heç yəni çəkə bilmirəm. Bugün heykəl çəkmək istədim. İlk dəfə necə çəkdim? Uzun baba. İlk dəfə portret deyirəm. Heykəl çəkmirsən, çox qəşəngdir, amma hissələrini çək. Məsələn, gözü bax orada qaraltmısan. Çünki gözü çəkməmsən deyə orada gördüyünü eləməyə çalışmısan. Gözdür, burundur, qulaqdır, ağızdır. Onları çəkməyə başla, sonra heykəlin özünə başla. Belə məsələn, heç başlamamış, bir dəfə belə başlamısansa, malades, yəni afərin. Amma dediyim kimi, bir dəfə alınır, 2 dəfə alınır. Qaydasını geçsən daha uğurlu bir nəticə əldə edirsən. Bu kamerada 2 saatlıq titrəşim modunda da o üzrə sayın uşaqlar. Müəllimə necəsiz? Ümid edirəm ki, yaxşısınız. Kursda deyir ki, bizim kursda ümumiyyətlə yüksək səviyyəli uşaqların öz portretlərinin çəkilməsini istəyiblər. Qızımız da deyir ki, mən öz portretimi yağlı boyayla çəkmişəm. Arxa planı çəkə bilmədiyini deyir, neçə dəfə də məşq etsə də eləyə bilmədiyini deyir. 16 yaşı var və 6 ildir ki, kursa gedir. Ən bəyənmədiyim işi olub. Məncə çox qəşəng işləmirsən və çox da gözəl, şirin qızsan. Deyir, rənglər falan, onlar şey deyil, oxşarlıq olsa belə bəyənmədiyindir və ilk dəfə çəkmirsən. İlk dəfə də özünü çəkib. Çox da qəşəng işləmirsən, amma çox belə. Yəni, nə bilim, məncə pis deyil, ağladı. Yaşına görə də çox ağladı. Bildiyim qədərindən kimya ilə bağlı bir ixtisasa hazırlaşdırdım. İnşallah hər şey yaxşı olar, ürəyincə olar. Bu da qəşəng bir hobbidir, niyə də olmasın. Salam müəllimə, necəsiz? Mənəm Artisbir. Artisbir adını dəyişib. Əsl adım Əsmanurdur. Nə qəşəng adım var? Əsmanur. Bu daş üzərində işlədik heykəllər. Nə qəşəng işləmirsən. Mavi olanı çox bəyəndim. Mavi olanı çox qəşəng, çox bəyəndim. Bir şey deyirəm, sən bunları satırsan amma çünki o hədiyyə qutusundadılar və bölündə də qırmızı olan var. Satırsansa afərin, baxın. Sənətini
yəni hobbini peşəyə çevirib. Asifin yeni işi, baxın, Asifin yeni işi, yenə bir cütlük görürük ki, mən Asifin işində bəyəndiyim bir detal var ki, rəngləri qorxmadan vurur. O alvanlığı görürsünüz. Məsələn, uşaqlar akvarelin işləyir, bir dənə rəngi vururlar orada, qorxa-qorxa. Amma Asifin işində o yoxdur. Tam və konkret, çox da qəşəng işləmirsən, çox da. Niyə hər dəfə cütlükləri işləyirsən, fərqli mövzuda işləməlisən məncə. Amma belə də qəşəngdir. Yağmurun işinə baxırıq. Müəllim, bu da bitmiş şəkil. Uşaqlar yadınızdadırsa, keçən dəfə bu qızımızın bu işini mən çox bəyənmişdim və demişdim ki, Yağmur bunun bitmiş formasında atasına da çox qəşəngdir. Rənglər çox qəşəng seçmişsən və çox da qəşəng alınıb, superdir. Salam müəllim, necəsiz? Mənəm Əfəndiyev. Əntiqə, nə qəşəng adım var. Bir şey deyirəm, o gözəl və çirkindəki o şey deyilmi? O həmin gül var, zaten burada da görürsünüz. Çox qəşəngdir, amma çox qəşəngdir. Çox xoşuma gəldi. Ümumiyyətlə o baxmısınızsa o cizgi filmində çox gözəl bir detal da var. Hər şey uşaqlar göründüyü kimi deyil. Bir şeyi tanıdıqca gözəlləşir. Gözəl görən gözəllik tapar. Və bu qızımızın içi 14 yaşındadır. Deyir ki, zəhmət olmasa fikir bildirəsiniz. Mən bu işini çox bəyəndim. Əsasən də saçlar. Sadəcə qulağı daha ön plandadır. Nəyə görə? Çünki qulağı çox da detallı işləməyə ehtiyac yoxdur. Əsas bizdə üz ön plandadır. Necə ki bu işdə də elədir. Sadəcə biraz qulaqlar onu biraz mane verir. Amma iş yekununda çox qəşəngdir. Həqiqətən əllərə sağlıq və davamlı əl işlərini də gözləyirəm. Bir sözlə bu qədər oldu uşaqlar. Digər videolarda görüşənədək hələlik. Allah'a əmanət olun.